Assalamu alaykum qadirlik savalashlar. Farabi 4 dərsxanasına xoş gəldinizlər. Hazırki vaxtınızlar xeyirlik olsun. Bugün hazırki zaman Uyğur dil dərsimizin 35-ci dərsini ötümüz. 35-ci dərsimiz sifət söz türkümünün 3-cü bölümü, yəni sifətinin yazılış haqqında toxtalıb ötümüz. Bugünkü dərsimizi başlayışdan burun ötən saatlik dərsimizin axırı sorub ötən tövəndiki sualımıza qısqa cavab verib ötəylik. Bu sualın cavabı sifətlərinin xəbər şəklində xəbər olub gəlişini, isimləşib yoki isim xarakterini elib, isim rolda gəlişini nəzərə almağa vaxtda ümumən isimlərə qoşulmuş şəkildə biqinib, eniqləyici olub gəlir. Yəni sifətinin cümlədəki əsaslı rolu eniqləyici vəzifəsində gəliş. Yəni eniqləyici vəzifəsində gəliş sifətlərinin ən xarakterlik və ən ümumi bo'lgan qrammatiklik xususiyəti. Bir qism dərəcəlik sifətlər fe'llarga biqinib holat bo'lib kelishi mumkin. Ya'ni bu holat bo'lib kelishi intayin az ahvolda uchraydi. Masalan, yaxshi ish, egiz imorat, qip-qizil gullar, cho'ngroq uy, ishki masala, yo'q ish, kerak narsa degandek mushkil sifatlar ismlarga biqinib aniqlovchi vazifasiga kelgan. Yaxshi ishlamak, chiroyli yozmak, tiniq damlamak degandek mushkil sifatlar bo'lsa, fe'llarga biqinib holat vazifasiga kelgan. Endi bugünkü dersimiz gəlsək, bugün sifətinin yazılış haqqında toxtalıb ötümüz degandik. Ondaqda sifət qaysı söz türkümlərdən yazıldı? Ən avval isimdən sifət yazılışlar, yəni isimlərə qoşumçular qoşulğandan keyin sifət şəkillənən halətini görüb çıxırıq. İsimdən sifət yazılış qoşumçularının birincisi lık, lik, luq, lük qoşumçusu. Bu qoşumçular isimlərdən sifət yazılışdımı intayin ünlü qoşumça. Yəni lık, lik, luq, lük qoşumçusu isimdən isim yasayalaydigan qoşumça. Bu qoşumçular oxşaşlar isimlərdən sifət yasaşdımı intayin ünlü qoşumçularının birisi. Bu qoşumçular tövəndikdə qolunuldu. Birinci, bir qism isimlər qoşulub, şu isim ifadələyən şeyinin barlığını yoki köplükünü məzmun qılğan sifətlərini yasaydı. Məsələn, qorallıq, tərtiblik, balılıq, bilimlik, saqallıq, suluq, tuzluq degəndək muşxil şeyinin barlığını yoki köplükünü məzmun qılğan sifətlərini yasaydı. İkinci, bəzi isimlər qoşulub, yəni bu qoşumçular bəzi isimlər qoşulub, şu isim ifadələyən şeyi xas xüsusiyyətini bildirdiğən sifətlərini bildirdi. Məsələn, marksizmlik, qrammatiklik degəndək muşxil sifətlərini yasaydı. Üçüncü, vaqtni bildirdiğən isimlər qoşulub, şu isim ifadələyən vaqt bilan münasibətlik xüsusiyyətini bildirdiğən sifətlərini yasaydı. Məsələn, yazlıq, işlik, tushlik, atiyallik degandek mushxil vaqt bilan münasibətlik xususiyatini bildirgan sifatlarni yasaydi. Yana bu qo'shimchalar, ya'ni liq, lik, luq, luk qo'shimchalari ba'zi ismlar qo'shilib, shu ism ifodalagan shayni paydo qilish xususiyatini ifodalaydigan sifatlarni yasaydi. Masalan, kulkilik ish, qayg'uliq xabar, ta'sirlik roman degandek shu shayni paydo qilish xususiyatini ifodalaydigan sifatlarni yasaydi. Beşinci, bu qo'shimchalar yana ma'mur rayon nomini bildiradigan ismlar qo'shilib, shu ism ifodalagan rayon darajadagi degan uqumni anglatadigan sifatlarni yasaydi. Masalan, o'lkalik hukumat, viloyatlik idora, noyalik sud, oblastlik doktorxona, rayonlik organ degandek shu ism ifodalagan rayon darajadagi degan uqumni bildiradigan sifatlarni yasagan. Altıncı, bu qo'shimchalar yana uloq va ba'zi qatnash qurollarini bildiradigan ismlar qo'shilib, shu uloqni minish yoki shu qatnash quroliga o'ltirish bilan xarakterlangan alohidlikni bildiradigan sifatlarni yasaydi. Masalan, otliq, eshaklik, velosipedlik, mashinalik, harviliq degandek shu uloqni minish yoki shu qatnash quroliga o'ltirish bilan xarakterlangan alohidlikni bildiradigan sifatlarni yasagan. Endi isimde sifat yasovchi qo'shimchalardan ikkinchi qo'shimchani ko'rib o'tsak, ikkinchi qo'shimcha siz qo'shimchasi. Bu qo'shimcha sifat yasashda intayin unumli qo'shimchalarning biri bo'lib, ya'ni liq, lik, luq, luk qo'shimchasi o'xshashlar intayin unumli qo'shimchalarning birisi. Bu qo'shimcha ismlar qo'shilib, shu ism ifodalagan shayning yo'qligini yoki bek ozligini mazmun qilgan sifatlarni yasaydi. Masalan, qurolsiz, savodsiz, cheksiz, kuchsiz, jonsiz, ruhsiz, faydasız, fazlasız degandek shu shayning yo'qligini yoki intayin ozligini mazmun qilgan sifatlarni yasagan. Ismlarda sifat yasovchi qo'shimchalarning uchinchisi chi qo'shimchasi. Bu qo'shimchani ham ism yasovchi qo'shimcha deb ko'rib chiqqandik. Ya'ni bu qo'shimcha ism yasovchi qo'shimcha bo'lgandan tashqari ba'zi ismlar qo'shilib, shu ism ifodalagan shayga moyil xususiyatni bildiradigan sifatlarni yasaydi. Masalan,
çataqçı, şanxucu, hoci, təvəkkülçü degəndək muş ism ifadələyən şeyə mail xüsusiyyətini bildirdiğan sifətlərini yasab çıxan. İsimlardan sifət yasğıç qoşumçulardan dördüncüsü çan qoşumçusu. Bu qoşumça bir qism isimlar qoşulub tövəndikidək sözlərni yasaydı. Birinci isimlar qoşulub şu isim ifadələyən şeylər bilan münasibətli hərəkətə maillik xüsusiyyətini bildirdiğan sifətlərini yasaydı. Məsələn, əmgəkcan, işcan, icadcan, xiyalcan, soğuqcan, ısıqcan degəndək şu hərəkətə maillik xüsusiyyətini bildirdiğan sifətlərini yasagan. İkinci, kiyim namını bildirdiğin bəzi isimlar qoşulub, şu kiyimnin kiyilgənligini məzmun qılğan sifətlərini yasaydı. Məsələn, köңləkcan, maykcan degəndək, yəni köңlək maykının kiyilgənligini məzmun qılğan sifətlərini yasab çıxan. İsimlardan sifət yasğıç qoşumçularının beşincisi çil qoşumçusu. Bu qoşumça ayrım isimlar qoşulub, şu isim ifadələyən şeyə mail xarakterini bildirdiğin sifətlərini yasaydı. Məsələn, xalqçil, əbcil, İnqilabçıl degəndək şu isim ifadələyən şeyə mail xarakterini bildirdiğin sifətlərini yasab çıxan. İsimdə sifət yasğıç qoşumçularının altıncısı sıman qoşumçusu. Bu qoşumça bəzi isimlar qoşulub, şu isim ifadələyən şeyə oxşaşlığını bildirdiğin sifətlərini yasaydı. Məsələn, maymun sıman, adam sıman, ay sıman, orunduq sıman, eşek sıman degəndək muşxil şu şeyə oxşaydığan, yəni maymunğa, adamga, ayğa, orunduqqa, eşekə oxşaydığan degan ma'ni bildirdiğin sifətlərini yasaydı. İsimlardan sifət yasğıç qoşumçularının yeddincisi i, vi qoşumçusu. Bu qoşumça asasən ərəbçidən, farsçidən və qismən rusçidən kirgan isimlar qoşulub, şu isim ifadələyən şey bilan xarakterləngan xüsusiyyətini bildirdiğin sifətlərini yasaydı. Məsələn, tarixi, inqilabi, dini, iqtisadi, ənənəvi, nəzəriyyəvi, idevi degəndək muşxil şu isim ifadələyən şeyi bilan xarakterləngan xüsusiyyətini bildirdiğin sifətlərini yasagan. İsimlərdən sifət yasğıç qoşumçularının 8-incisi pərəz qoşumçusu. Bu qoşumça farsçadan uyg'urcha kirib özləşkən qoşumçu bo'lib, bəzi isimlar qoşulub, şu isim ifadələyən şeyini qoğlaşıdığan, şununla çoqunduğan xüsusiyyətini bildirdiğin sifətlərini yasaydı. Məsələn, abroypərəz, pulpərəz, əməlpərəz, kiyimpərəz, budpərəz, ateşpərəz degəndək muşu abroy, pul, əməl, kiyim, bud, ateş degəndək şeylərini qoğlaşdığan yoki şu şeyə çoqunduğan xüsusiyyətini bildirdiğin sifətlərini yasab çıxan. İsimlərdən sifət yasğıç qoşumçularının 9-incisi pərvər qoşumçusu. Bu pərvər qoşumçusuna oxşayışla farsçadan uyg'urcha kirib özləşkən qoşumçu bo'lib, bəzi isimlar qoşulub, şu isim ifadələyən şeyini söyləydiğin xüsusiyyətini bildirdiğin sifətlərini yasaydı. Məsələn, xalqpərvər, insanpərvər, vətənpərvər, mərifətpərvər degəndək muşxil xalq, insan, vətən, mərifət degənlərini söyləydiğin xüsusiyyətini bildirdiğin sifətlərini yasab çıxan. İsimlərdən sifət yasğıç qoşumçularının 10-incisi bir qoşumçusu. Bu qoşumça aldı qoşumça, yəni bu qoşumcu oxşaşla farsçadan uyg'urcha kirib özləşkən aldı qoşumcu bo'lib, asasən ərəbcə, farsçadan kirgan bəzi isimlar qoşulub, şu isim ifadələyən şeyinin yoxluğunu məzmun qılğan sifətlərini yasaydı. Bundaq yasalğan sifətlərinin mənisi siz qoşumçusunda yasalğan sifətlərinin mənisiga asasən oxşaydı. Məsələn, bitaqət, bihaya, bi-ixtiyar, bima'na, biadab, bichara, bivosita, bekar degandek, ya'ni siz qo'shimchasini qo'shgan sifatlar bilan o'xshash ma'ni bildirdi. Ya'ni bitaqat bo'lsa taqatsiz, bihaya bo'lsa hayosiz, beixtiyor bo'lsa ixtiyorsiz, bima'na bo'lsa ma'nisiz, beadab bo'lsa adabsiz, bichara bo'lsa chorasiz, bevosita bo'lsa vositasiz, bekor bo'lsa korsiz degandek mushxil sifatlar bilan ma'nisi o'xshaydi. İsimdən sifət yasğıç qoşumçularının 11-incisi na qoşumçusu. Bu qoşumçumu bir qoşumçusu oxşayışla aldı qoşumça. Bu qoşumçumu oxşayışla farsçadan uyg'urcha kirib özləşkən aldı qoşumçu bo'lib, asasən ərəbcə və farsçadan kirgan isimlar qoşulub, şu isim ifadələyən şeyinin yoxluğunu məzmun qılğan sifətlərini yasaydı. Məsələn, naümid, nainsaf, natayin, nakar degəndək şu isim ifadələyən şeyinin yoxluğunu məzmun qılğan sifətlərini yasagan.
İsimden sifət yazğıcı qoşumçularının 12-si bət qoşumçusu. Bu qoşumçumu aldı qoşumça və bu qoşumçuma oxşayışlar Parisçidən Uyğurca kirib özləşkən qoşumçu olub. Asasən ərəbcə və Parisçidən kirgan isimlərinin aldı qoşulub. Şu isim ifadələyən şey boyunca nacar, sət degan hukmlarni bildiradigan sifətlərini yasaydı. Məsələn, bətdəm, bətxuy, bətmuamilə, bətqiliq, bətniyyət degəndək yəni bətdən bolsa təmsiz yoki təmi yo'q. Bədxuy bolsa xuyi sət yoki xuyi yaxşı emas, xuyi sət. Bədmuamilə bolsa muamelesi nachar yoki muamelesi yaxşı emas. Bədqiliq bolsa qiliqsiz yoki qiliqi nachar. Bədniyyət bolsa niyet nachar yoki niyeti yaxşı emas degandek mush xil uqumlarni bildiradigan sifatlarni yasaydi. İsimdən sifət yasag'uchi qo'shimchalarni ko'rib chiqdik. Endi fe'ldan sifət yasag'uchi qo'shimchalarni ko'rib chiqsak, P, K, iq, ik, uq, ük qo'shimchasi. Bu qo'shimcha fe'l o'ziga qo'shilib, shu fe'l ifodalagan harakat natijasi hosil bo'lgan holatni bildirgan sifatlarni yasaydi. Masalan, og'riq, yepiq, itik, sunuq, o'lik, chirik, quruq, chiziq degandek shu harakatning ya'ni fe'l ifodalagan harakatning natijasi hosil bo'lgan holatni ifodalagan sifatlarni yasaydi. Fe'ldan sifat yasag'uchi qo'shimchalardan ma qo'shimchasi. Bu qo'shimcha ba'zi fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakat natijasi hosil bo'lgan yoki harakatga loyiq bo'lgan xususiyatni bildirgan sifatlarni yasaydi. Masalan, osma soat, kuklama karvat, ko'tarma uy, ko'chma lavha, yasalma kulka degandek mushxil osma, puklama, ko'tarma, ko'chma, yasalma degandek shu harakat natijasi hosil bo'lgan harakatga loyiq xususiyatni bildiradigan sifatlarni yasaydi. Fe'ldan sifat yasag'uchi qo'shimchalardan g'aq, qaq, kek, kek qo'shimchasi. Bu qo'shimcha ba'zi fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakatga moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Masalan, to'ng'aq, urushqaq, teyilg'aq, chiqishqaq, chepilg'aq, yepishqaq, kulgak, tepkik degandek shu harakatga moyillik xususiyatni ifodalaydigan sifatlarni yasagan, ya'ni Мәсәлән, тоңғақ болса, тоңлашқа, майыл болған xususiyatni bildirgan sifatni yasab chiqqan. Bunun keyindiki sifatlarga o'xshashlar, ma'nosi o'xshaydi. Fe'ldan sifat yasag'uchi qo'shimchalardan chaq, chek, chuq qo'shimchasi. Bu qo'shimcha o'zlik darajadagi ba'zi fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakatga moyillik xususiyatni bildirgan sifatlarni yasaydi. Masalan, maqtanchoq, erinchak, qizg'anchoq, yasanchoq degandek mushxil maqtanishqa, erinishga, qizg'anishqa, yasanishqa moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Fe'llardan sifat yasag'uchi qo'shimchalardan ng'o, ing'o, ango, ango qo'shimchasi. Bu qo'shimcha ba'zi fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakatga moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Masalan, yig'lango, chechilango, ko'tarangu, izlangu degandek mushxil harakatga moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Fe'ldan sifat yasag'uchi qo'shimchalardan qur, qur, gur, kur qo'shimchasi. Bu qo'shimchalar ayrim fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakatga moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Masalan, jimg'ur, uchqur, sezgur, o'tkir degandek mushxil harakatlarga moyillik xususiyatni bildiradigan sifatlarni yasaydi. Fe'ldan sifat yasag'uchi qo'shimchalardan liq, lik, luq, luk qo'shimchasi. Bu qo'shimcha ba'zi fe'llarning shi bilan oxirlashgan ismdor shakliga qo'shilib, bu fe'l ifodalagan harakatga yaraydigan yoki harakat bilan aloqador xususiyatni bildiradigan sifatlarni yasaydi. Masalan, yeyishlik tomoq, minishlik ot, tushunishlik masala, o'ltirishlik, turishlik degandek fe'l ifodalagan harakatga yaraydigan yoki harakat bilan aloqador, ya'ni munosabatli bo'lgan xususiyatni bildiradigan sifatlarni yasaydi. Bu liqlik, luqlik qo'shimchasi yana ba'zi fe'llarning ar bilan oxirlashgan sifatdosh shakliga qo'shilib, shu fe'l ifodalagan harakatni qo'zg'ash xususiyatini ifodalaydigan sifatlarni yasaydi. Masalan, yetarlik, qanoatlanarlik, xushallanarlik, ichinarlik degandek shu fe'l ifodalagan harakatni qo'zg'ash xususiyatini ifodalaydigan sifatlarni yasab chiqqan. Fe'ldan sifat yasag'uchi qo'shimchalarning eng oxirgisi qin, qin, gin, kin, qun, qun, kun, kun qo'shimchasi. Bu qo'shimcha ayrim fe'llarning o'ziga qo'shilib, shu fe'l ifodalagan harakatni o'rinlagan yoki o'rinlaydigan alohidlikni bildiradigan sifatlarni yasaydi. Masalan, kaskin, tushkun, qizg'in, iqin, turg'un,
tutqun, sürgün degəndək şu hərəkətni orunlayan yoki orunlaydigan alaylıqni bildirdigan sifətlərini yasab çıxqan. Əmdi sifət yasagıcı qoşumçulardan rəvişdən sifət yasagıcılarını görüb çıxımız. Rəvişdən sifət yasagıcılardan P2 qoşumçusu bu qoşumça vaqt rəvişlərə yoki tərəfni göstərdiyi rəvişlərə qoşulub, şu rəviş ifadeləyən vaqt yoki tərəfni məzmun qılğan sifətlərini yasaydı. Məsələn, burunqi, avvalqi, keyinki, keçki, bugünkü, hazırqi, bulturqi, beriqi, neriqi, içkirki degəndək şu rəviş ifadeləyən vaqt yoki tərəfni məzmun qılğan sifətlərini yasaydı. Bu yerdəki rəvişlər burun, avval, keyin, keç, bugün, hazır, bultur, beri, neri, içkiri degəndək müşxil vaqt rəvişlərə yoki tərəfni bildiruvchi rəvişlərə qoşulub, şu rəviş ifadeləyən vaqt yoki tərəfni məzmun qılğan sifətlərini ifadeləyən. Son miqdar birikməsini paylanıb sifət yazğıçlarını görüb çıxımız. Son miqdar birikməsindən sifət yazğıcı qoşumçulardan liqlik qoşumçusu var. Bu qoşumça intayın ünümlü qoşumçu olub, bu qoşumça arqılı isimdən isim, isimdən sifət və son miqdar birikməsini paylanıb sifət yazğılı buldu. Bu qoşumça son miqdar birikməsinin axırına qoşulub, şu son miqdar bilan münasibətlik alaylıqni bildirdigan sifətlərini yasaydı. Məsələn, 4 tonluq maşına, 1 kilogramlıq botulka, 3 aylıq vəzifə, 10 günlük müsabə, 50 göylük adam degəndək, 50 göylük adam degəndək şu san miqdar bilan münasibətlik alaylıqni bildirdigan sifətlərini yasaydı. Yəni 4 tonluq maşına bolsa 4 tonluq, yəni şu san miqdar 4 tonludan ibarət şu san miqdar bilan münasibətlik alaylıqni bildirdigan sifətni yasab çıxqan. 1 kilogramlıq bolsa 1 kilogramdan ibarət san miqdar bilan münasibətlik alaylıqni bildirdigan sifətni yasagan. 3 aylıq 10 günlük, 50 göylük deyərlərdən oxşayışlar şu san miqdarı bilan münasibətlik alaylıqni bildirdigan sifətlərini yasab çıxqan. Sifət yasagıcı qoşumçulardan ən axırda sifətdən sifət yasagıcılarını görüb çıxımız. Sifətdən sifət yasagıcı qoşumçulardan iş, uç, üç qoşumçusu bu qoşumça rəngni bildirdigan ayrım sifətlərə qoşulub, şu rəngi qaraganda açıraq, yəni uçuqraq rəngni bildirdigan sifətlərini yasaydı. Məsələn, iqish, köküş, sarğuş, qızğuş degəndək, yəni iqish bolsa aq qaraganda açıraq, yəni uçuqraq rəngni, köküş bolsa kök qaraganda uçuqraq bolğan bir kök rəngni, sarğuş bolsa seriq qaraganda uçuqraq bolğan bir rəngni, qızğuş bolsa qızıldan uçuqraq bolğan bir rəngni bildirdigan sifətlərini yasaydı. Sifətdən sifət yasagıcı qoşumçulardan na qoşumçusu, yəni bu yerdəki na qoşumçusu aldı qoşumça və bu qoşumça ərəbcə, farsçadan özləşkən ayrım sifətlərinin inkar qılınğanlığını bildirdigan sifətlərini yasaydı. Məsələn, natoğra, namuvafiq, naməlum, nausta degəndək müşxil, toğra, muvafiq, məlum, usta degəndək müş sifətlərini inkar qılğan, yəni toğra emas, muvafiq emas, məlum emas, usta emas degəndək müşxil inkar qılınğanlığını bildirdigan sifətlərini yasaydı. Bugünkü dərsimizin axırına gəldik. Bu dərsimizin axırında oxşayışlar, bu dərsimizin münasibətli bolğan tüvənlik sualını sorab ötdümiz. Qaysı söz türkümlərdən sifət yasaşıq buldu? Yəni bu dərsimizdə qaysı söz türkümlərdən faydalanıb sifət yasaşını görüb çıxdıq. Bu sualın cavabını YouTube videomuzun astındakı inkas qismiga yoki Instagram hesabımızın DM qismindən uçur yazıb əvəzsanlar buludu. Undaqda keyinki saat dərsimiz görüşəylik. Görüşküç aman bolanglar. Xeyir xoş.